Bugün Talış mətbəxinin vaz keçilməz yeməklərindən biri olan fisincan hazırlayırıq, amma plovsuz. Toyuğu tikələrə ayırıb tavada üzü qızarana kimi qızardırıq. Sonra üzərinə əvvəldən hazırladığımız ləvəngiləri əlavə edirik. Daha sonra isə üzərinə isti su əlavə edirik, amma çox olmamaq şərti ilə. Qapağını bağlayıb təxminən 1 saat 45 dəqiqəyə yaxın vam odda qaynamasını gözləyirik. Yeməyə istəyə görə duz, istiot, quru nanə əlavə edirik. İstəsəniz azacıq olaraq da yağ tökə bilərsiniz. Mən əlavə etmişdim. Fisincanı əsasən plovla hazırlayırlar. İstəsəniz plovla da hazırlaya bilərsiniz və çox ləzzətli olur. Yeməyi o qədər qaynadırıq ki, içindəki suyu tamamilə bitir və çox az qalır. Nəhayət ki, dadlı, ləzzətli fisincanımız hazırdır.